Səhmləri qiymətləndirərkən ilk növbədə nəyi görürük? Şirkət nə qədər səmərəli işləyir? Həqiqətən, nə qədər xalis mənfəət əldə edir? Nəticədə nə daha vacibdir? Nisbətlər, trendlər, idarəetmə, yoxsa sağlam düşüncə? Hər kəs salam, siz Invest Akademiyadasınız. Mən Fərid və bugün biz sizinlə səhmlərin qiymətləndirilməsi üçün əsas göstəriciləri nəzərdən keçirəcəyik və bu suala cavab tapmağa çalışacağıq. Onlardan hansıları yeni başlayanlar üçün daha faydalıdır? Onlar nə deməkdir və maliyyə analitik kimi yolunuza yeni başlayanda hansılarına bəlkə də xüsusi diqqət etməyə dəyməz? Və sonda bu göstəricilərin hansına bəlkə də ən vacib olduğuna, bizə ən çox məlumat verən hansı olduğuna dair öz fikrimi bildirməyə çalışacağam. Rahat əyləşin, çay və ya qəhvənizi hazırlayın, biz isə başlayırıq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Birinci göstərici, səhmin qiyməti. Səhmləri qiymətləndirərkən ilk növbədə nəyi görürük? Düzdür, həmin səhmin qiymətidir. Tutaq ki, bir səhm $72, digər isə 275, başqa biri isə 15-18 dollar qiymətləndirilir. Fərqli qiymət kağızların qiyməti fərqlidir. Qiymətən birincisi sadə və aşkar göstəricidir. Lakin o demək olar ki, heç nə demir. Niyə? Çünki əgər bir səhm $12, digərsə 200-dirsə, bu birincisinin ucuz, ikinci isə bahalı olduğu demək deyil. Tamamilə mümkündür ki, $12 səhm olan şirkət həddindən artıq qiymətləndirilib. $200 isə ciddi şəkildə dəyərləndirən aşağı qiymətləndirilib və onun daxilində maraqlı bir investisiya imkanı gizlənir. İkinci əhəmiyyətli göstərici bir səhmə düşən gəlir, yəni EPS. İngilis dilində bu Earnings Per Share adlanır. Qısaldılmış forması EPS-dir. Bu göstərici şirkətin bir səhminin nə qədər qazandığını və müvafiq olaraq səhmdarın bir səhmə görə nə qədər gəlir əldə etdiyini göstərir. Vacib olan təkcə EPS-in anlıq dəyəri deyil, onun dinamikasıdır. O artır, yoxsa azalır. Əgər EPS artırsa, bu çox vaxt şirkətin mənfəətini artırmağa davam etdiyini göstərir. Buna səbəb satışların artımı, biznes proseslərinin təkmilləşdirilməsi və ya buybacklər, yəni öz səhmlərinin geri alınması da ola bilər. Buybacklər dövrəsində səhmlərin sayını azaldır və nəticədə ümumi mənfəət artmasa belə EPS-i artırır. Üçüncü göstəricisi PE, Price to Earnings. Bu yəqin ki, yeni başlayanlar üçün ən populyar və ilk müqayisəli olan göstəricidir. PE səhmin qiyməti, bir səhmin düşən mənfəəti, EPS. Məsələn, Robinhoodda bu dəyər 59.60 ola bilər. Digər şirkətlər təxminən 25, Apple-da 30, Circle və ya Palantir kimi sürətli böyüyən şirkətlərdə isə bu rəqəm 350-400 kimi çox yüksək ola bilər. Lakin burada qısa bir xəbərlər etmək istəyirəm. Şirkət yalnız PE-yə görə qiymətləndirmək düzgün deyil. Niyə? Qiymət və gəlirlik dəyişkəndir və onların dəyişməsi göstəricinin özünə təsir edə bilər. Əgər qiymət düşürsə və ya gəlirlik artırsa, PE daha ucuz görünəcək. Amma bütün bazar və bunu görür. Bu və digər şirkətin sürətli böyüməsi yeni bazarlara, məhsullara, texnologiyalara varsa, bazar belə bir şirkət üçün daha çox ödəməyə hazırdır. Yox, əgər şirkət artıq böyümə zirvəsini çatıbsa və inkişaf etmək üçün yeri yoxdursa, investorlar onun səhmlərini daha az pul verəcəklər. Məsələn, Coca-Cola kimi şirkətlərin PE göstəricisi həmişə Circle kimi gənc və böyüyən bizneslərdən daha aşağı olacaq. Əgər sən yalnız aşağı PE-yə malik şirkətlərə, məsələn, göstəriciləri 17-18-dən az olanlara investisiya etsən, o an üçün bahalı görünən, lakin əslində yüksək nisbi qiymətləndirməyə rəğmən möhtəşəm bir biznes olan bir çox perspektivli şirkəti əldən qaçıra bilərsən. Belə şirkətlər sənə sadəcə olaraq səhmdarlara 4-5% gəlir paylayan və artıq nəzərə çarpacaq artım göstərməyən, şərti olaraq etibarlı, lakin yavaş böyüyən firmalardan daha yaxşı nəticələr verə bilər. Yeri gəlmişkən, bizim kanalda bu multiplikatoru tam olaraq oxumağı öyrədən yaxşı bir video var. Artıq anladığınız kimi, PE göstəricisinin əsas problemi o şirkətin böyüməsini nəzərə almır. O yalnız cari mənfəətin cari qiymətə nisbətini əks etdirir. Lakin şirkət sürətlə inkişaf edirsə, möhkəm bir zəmin yaratmır. Bunu düzəltmək üçün
Analitiklər dördüncü göstəricini əlavə edirlər. Şirkətin qiymətləndirilməsində mənfəət artımını nəzərə alınması. Dördüncü göstərici PEG ratio, yəni PE bölünsün mənfəət artımı. PEG price earning growth, qiymət mənfəətin artımı. PEG nə qədər aşağı olarsa, şirkət böyümə baxımından bir o qədər sərfəlidir. Orta hesabla S&P 500 üzrə normal PEG bazardakı vəziyyətdən asılı olaraq təxminən 1.6-1.8 aralığındadır. Əgər sən keyfiyyət baxımından böyük şirkətlərdən geri qalmayan, lakin eyni zamanda daha sürətlə böyüyən bir şirkət tapsan, onun PEG birdən az olmamalıdır və bu həqiqətən də maraqlı bir tapıntı olacaq. Tutaq ki, sən belə bir şirkət tapdın. Məsələn, Robinhood'un son rübə görə PEG-si 0,4 təşkil edib. Bu çox əladır. Belə dəyərlərə nadir hallarda rast gəlinir. Bəs niyə belədir? Çünki Robinhood'un bir neçə çox uğurlu rübə olub ki, bu rüblərdə şirkət gözləntiləri xeyli üstələyib və nəticədə PEG qeyri-təbii dərəcədə aşağı olub. Ancaq başa düşmək vacibdir ki, əgər yalnız qısa bir dövrdə, məsələn 1-2 rübə baxsanız, PEG qiymətləndirilməsi mahiyyətini itirə bilər. Zamanla göstəricilər normallaşacaq və şirkətin PEG, məsələn, bazarın orta səviyyəsinə, həmin S&P 500 səviyyəsinə yaxınlaşmağa başlayacaq. Amma əgər sən belə bir şirkəti məşhurlaşmasından əvvəl tapmağa bacarmısansa, bu əladır. Əhsan sənə. Lakin biz yalnız əmsallara fokuslansaq, həqiqətən vacib şeyləri gözdən qaçırmaq riski ilə yaşayırıq. Məsələn, şirkət nə qədər səmərəli işləyir? Həqiqətən, nə qədər xalis mənfəət əldə edir? Bunu anlamaq üçün isə biz biznes marjinallığı kimi bir anlayışı başa düşməliyik. Göstərici nömrə 5. Marjinallıq, Gross Operating Profit Margin. Marjinallıq bu suala cavab verir, şirkətin gəlirləri hansı hissəsini özdən mənfəət kimi saxlayır. Nümunə, şirkət A 100 milyon gəlir əldə edir və 1 milyon xalis mənfəət saxlayır. Şirkət B eyni 100 milyonu qazanır, lakin 90 milyon mənfəət saxlayır. Hər ikisinin səhəm qiyməti oxşar ola bilər, lakin biri gəliri effektiv şəkildə mənfəətə çevirir, digəri isə yox. Və əgər sən marja fərqini nəzərə almasan, uzun müddətli perspektivdə daha az mənfəət gətirəcək, daha az səmərəli bir şirkətə investisiya edə bilərsən. Marjinallıq həmçinin rəhbərliyin yatırılan resursları nə dərəcədə effektiv şəkildə mənfəətə çevirdiyini göstərir. Marjanın müxtəlif növləri var. Gross margin, ümumi gəlirlik, operation margin, əməliyyat gəlirləri, profit margin, xalis gəlir. Biz bu mövzuya dərindən girməyəcəyik. Bu video yeni başlayanlar üçündür. Əsas məsələni anlamaq lazımdır. Marjinallıq bərabərdir biznesin səmərəliyi. Robinhood nümunəsi gəlir 927 milyon dollar, xalis mənfəət 336 milyon dollar. Yekun marjinallıq 36,25%. Bu xüsusilə bir fintech şirkəti üçün çox yüksək göstəricisidir. Bu, biznesin sadəcə pul qazanmadığını, bunu keyfiyyətli və səmərəli etdiyini və daha da genişlənmək üçün potensialı olduğunu göstərir. Fərqli sektorlarda marjinlar çox fərqli ola bilər. Məsələn, çip istehsalı edən şirkətlər adətən 20-25%-dir. Nvidia yeni çiplərlə bu göstərici hazırda xeyli yüksəkdir. Proqram təminatı şirkətləri marjası 60-70%, bəzən isə 80% çata bilər. Bunlar istisnalardır, lakin mövcuddur. Belə ultra səmərəli şirkətlərə aid ola bilər kredit agentlikləri, reyting agentlikləri, SaaS biznesləri, yəni xidmət kimi proqram təminatı verən şirkətlər, hansılar ki, marja qabiliyyəti yüksəkdir. Belə şirkətlərin daha çox pulu olur, onlar mənfəəti ya öz böyümələrin yenidən investisiya edə, ya da digər biznesləri udmaqla uzun müddətli perspektivdə daha da dayanaqlı ola bilərlər. Göstərici nömrə 6. Sərbəst pul axını, free cash flow. Şirkətin nə qədər mənfəətli olduğunu anladıqdan sonra pulla nə etdiklərini anlamaq vacibdir. Tutaq ki, şirkət 30-50% xalis mənfəət göstərib. Bu pullar hara yönləndirilir? Sərbəst pul axını və ya free cash flow, FCF. Şirkətin bütün məcburi xərclərdən sonra qalan puludur. Məsələn, inkişafa, borcların ödənilməsinə, avadanlıqların alınmasına, kapital xərclərinə və s. Qalan pul isə yönləndirilə bilər sərbəst puldur. Dividendlərə, səhmlərin geri alınmasına, yəni öncə dediyimiz kimi buybacklər,
və ya digər şirkətlərin satın almasının üçün. Mənim fikrimcə, free cash flow yield, yəni başlayan üçün ən sadə və əhəmiyyətli göstəricilərin biridir. Free cash flow yield sərbəst pul axının gəlirliyi sadə bir suala cavab verir. Şirkət real olaraq nə qədər pul yaradır və səhmdarların xeyrinə yönləndirir. Nümunə: əgər aşağıda 1.64 dəyəri göstərilibsə, bu o deməkdir ki, şirkət öz bazar dəyərindən illik 1,64% gəlirliyinə bərabər pul axını yaradır. Sərbəst pul axını yaratmaq bacarığı uğurlu şirkət səmərəsiz şirkətdən fərqləndiyi budur. Əgər sən şirkəti qiymətləndirmək üçün hansı göstəricinin daha vacib olduğunu sualını versənsə, mənim fikrimcə free cash flow yield məhz bir nömrəli göstəricidir. Daha sonra bundan daha bir göstərici, shareholder yield, yəni səhmdarlar üçün gəlirlik yaranır. Amma bu barədə növbəti hissədə. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinize əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Göstərici nömrə 7. Shareholder yield, səhmdarlar üçün gəlirlik. Əgər free cash flow yield şirkətdə nə qədər sərbəst pul axını göstərirsə, onda shareholder yield bu suala cavab verir. Bu pullardan nə qədər məhz səhmdarlara çatır. Nümunə: şirkət 6-7% səviyyəsində sərbəst pul axını yaradıb. Bunlardan 3%-ni dividendlərə yönəldib, 1%-ni buybacklərə, səhmin geri alınmasına, yekun səhmdar gəlirliyi, yəni shareholder yield 4% təşkil etdi. Bir investor olaraq sənin üçün real fayda məhz budur. Sən dividendlər alırsan və şirkətin öz səhmlərini bazardan geri aldığını, bununla da sənin payın da bir səhmə düşən potensial mənfəətini artığını görürsən. Bizim üçün investor olaraq şirkətləri niyə təhlil etdiyimiz unutmaq çox vacibdir. Biz bunu ona görə edirik ki, pul qazanaq, portfelimizin dəyərini artıraq və elə biznesə tapaq ki, onlar ya indi, ya da gələcəkdə sərbəst pul axını yarada və onu bizim xeyrimizə, dividend və ya səhm dəyərini artmasına şəklində yönləndirə bilsinlər. Şirkətin rentabelliyi, yəni gəlirliyi nə qədər yüksək olarsa, sən onu nisbətlər üzrə nə qədər ucuz alsan, menecment nə qədər səmərli işləsə, bir o qədər çox ehtimal var ki, sən bir investor kimi real pul axını əldə edəcəksən. İndi isə hətta təcrübəli investorların belə tez-tez unutduğu bir göstəricini təhlil edək. Göstərici nömrə 8. Beta, yəni dəyişkənlik. İnsanlar tez-tez bu göstəricini unuturlar. Halbuki o, sənin bir analitik kimi səviyyəni əks etdirir. Beta nədir? Beta bir səhmin bazara, məsələn S&P 500 indeksinə nisbətən dəyişikliyini, volatiliyini ölçüsüdür. Bir nümunə üzərində deyək. Əgər indeks 10% artıbsa, səhm isə 20% artıbsa, onda onun betası 2-dir. Əgər indeks 10% düşübsə, səhm ehtimal ki, eyni 20% düşəcək. Beta nə qədər yüksəlirsə, dəyişmə amplitudası da o qədər yüksəkdir. Və tələ də məhz buradadır. Əgər sən betanı izləməsənsə, bazarın yüksəlişini daha çox qazanacaqsan, lakin enişdə daha çox itirəcəksən. Bəzən mənfəəti sıfıra indirərək və ya hətta mənfiyə düşərək. Əgər sən yeni başlayansansa və 3-5 illik müddətdə investisiya edirsənsə, onda sənin üçün təkcə əla multiplikatorlar, yeni nisbətlər tapmaq deyil, həm də aldığın səhmin nə qədər dəyişkən olduğunu anlamaq vacibdir. Yüksək beta bərabərdir yaxşı dövrlərdə yüksək gəlirə, lakin böhran zamanı böyük enişlərə. Aşağı beta sabitlik, daha az tərəddüd, lakin ehtimal ki, boğa bazarında nisbətən aşağı gəlir. Əgər uzun müddətli investisiya portfeli yığırsansa, xüsusilə də stabillik qorumaq sənin üçün vacibdirsə, betası birdən aşağı olan və ən az enişlərdə dayandığı göstərən şirkətləri axtar. Bu, sənin panik satışlarından qoruyacaq, intizamını saxlayacaq və hətta böhranda belə mövqeyini qorumağa imkan verəcək. Son isə ən vacib olan haqqında. Nəticələr nə daha vacibdir? Nisbətlər, trendlər, idarə etmə, yoxsa sağlam düşüncə? Sən bunları istifadə edə bilərsən. PE, EPG, PEG,
FCF, shareholder yield, beta və marjinlər. Amma əgər sən biznesi başa düşmürsənsə, mənfəətin haradan gəldiyini və müştərilərin niyə ödəməyə davam etdiyini anlamırsansa, bütün bunlar faydasız rəqəmlərdir. Biznesin təməli istənilən nisbətdə daha vacibdir. Nisbətlər alətdir. Biznes modellərinin dəhli isə investor düşüncəsidir. Yaxşı biznes, pul ödənilən məhsul, yox olmayacaq bir tələbat, inkişaf edən bir komandir. Əgər sən belə biznesləri anlamağa öyrənsən, bütün digər rəqəmlər sadəcə sənin nəticələrini təsdiq olacaq. Bugünlük bu qədər. Kanala abunə olun, videonu mütləq bəyənin və bizi Telegramda izləyin. Hamınıza uğurlu investisiyalar. Növbəti videoda görüşərik.